Hər birinizi yeni vlogumdan salamlayıram. Kanalıma xoş gəlmisiniz. Neçə vaxtı avokado almırdım, çünki hamısı bərk olurdu. Yumşaqdır, qopmur. Deyəsən sezonu indidir. Bütün marketdə olan avokadoların hamısı yumuşaq idi. Burada da avokadonu kartof kimi soyuram, çünki qabığa bərk yapışmışdı. Çox yumuşaq olduğuna görə belə soydum. Əgər kanalıma abunə olmamısınızsa, kanalıma abunə olun, mənə dəstək olun, vloqlarımı yaxınlarınızla paylaşın. Məktəbi yoxdur, kanikuldur, Nilay da evdədir, Rahmi də bağçaya qoymuram ki, bacısından evlə vaxt keçirsin. Ona görə Rahmanla ikimiz səhər yeməyimizi yeyirik ki, işə gedək. İkinci səhər yeməyim, ya da birinci. Birinci səhər yeməyim, sonra da budur. Makyaj edirəm, ancaq tanar kremim yoxdur. Çünki bitirmişəm. Bir də var idi, az istifadə edirdim. Atmışam, bilmirəm niyə, hansı ağılla. Ona görə də konsilerim var. Ondan istifadə edəcəm. Ondan necə makyaj edirəm təkcə yola verəcəm. İstədiyim tonalini tapmamışam. Zakaz vermişəm daha doğrusu. Gələnə qədər bunu idarə edəcəm. Mən əslində çox da belə tonalini istifadə edeyim. Heç fərqi yoxdur. Konsilerlə də kifayətlənə bilərəm. Yəni idarə eləmək olar. İndi üzüm ağ olmasın, tündləşdirəcəm ki, elə biləcəksiniz ki, tonalini vurmuşam. Digərindən ayıracağım. Saçma ne olur. Bu kadar izi kalmadan. Dizi rumiyana vururam. Biraz elə belə gəzdiririm konsiler olduğuna göre. Gözümün de üstüm biraz parladıcı bırak. Hərdən elə bilirəm ki, mənim elədiyim makyaj gözə görsənmir. Elə bilirəm, kənardan elə bilirlər ki, mən makyaj eləməmişim. Çox az vururam da. Mən elə gəlir. Bəlkə də elə deyil. Amma sadəlikdən yanayam. Belə, indi qaşımı düzəldim. Tuş vurmasam kipriklərim bilinmir ki, sapsarıdır. Baxın, indi evdəyəm neçə gündür. Göstərəcəm, kipriklərimin rənginə baxın.
Və tuşun fərqinə baxın. Gözümün rəngi burada necə görünür? Yaşıl. Bilirsiniz də mənim gözümün rəngi xamilyondur. Dəyişir. Hətta saçımın rəngi də xamilyondur. Niyə belə olmuşam da orada? Yaxşı ki, xarakterim xamilyon deyil. Ən azından. Çəkdiyim vaxtda babala nə idi? Sevmirəm də tuşda belə şeylər olanda. Neyse. Çaşdım, sıxdım kipriyimi. Gözümün altını düzəldi. Elə biləm ki, çəkirəm dodağıma karandaş. Səndə belə olur. Kız babası karandaşdan da gedim üstten. Anneanneme alanda zakaz vermişim. O gelsin. Ondan sonra makyaj videosu çekeceğim. Demiştim yani eləməmişim. Elə bilməyim unutmuşam. Ancaq çəkəcəm. Sadəcə tanannem bitibdi. İstədiyim tananne yoxdur. Onu sifariş vermişim. Bütün mağazalara baxmışam. Yoxdur firma. Highlighter'ı da bırak. Mən hazır. Necədir? Sadə makyajımı bəyəndiniz. Saçıma əslində rəng qoydurmalıyam. Saçıma əslində rəng qoydurmalıyam. Ancaq qoydurmuram ki, biraz uzansın. Nə saçımı bururam, nə fen istifadə edirəm ki, yandırmayım. Bir də ki, keçən dəfə paylaşmışdım, maskadan istifadə edirəm. O maska mənim saçımı uzatmışdı. İndi təzədən başlamışım bu maskadan istifadə eləməyə. Nəticələri göstərəcəm sizə ki, doğrudan da özünüz də görəcəksiniz ki, saçım necə uzandı. Yəni, əgər saçınızın uzanmağını istəyirsinizsə, bir ay içində o maskadan istifadə edin. Mən başlamışam istifadə eləməyə, yəni. Çünki istəyirəm saçım uzansın. Baxın. Nəysə, mən hazır şey gedirəm. Telefonda mən iqra oynamağı xoşlamıram. Tural mənə yükləyib ki, oyna. Başım qarşısında yolda falan. Mən də oynamışam. Bir də baxıram Ayırbeyin yanındayım. ATV-yə keçib getmişəm. Və iqranın xeyri mənə. Başım necə oyuna qarışıbsa, yaxşı ki şəhərə gəlib çıxmamışam. Şey gec gəldim. Efirə də az qalmışam.
başlayayım. Birinci uşaqların paltarını atayım. Yuyulsun, sonra təmizliyə başlayayım. Arxa fonda uşaqlar qırışırlar, səsə fikir verməyin. Bütün uşaqlı evlərdə bilirəm ki, belədir. Birdən mehriban olurlar, birdən də dalaşırlar. Belə səsləri götürür evi. Paltar yuyan maşın bitirən kimi işimi saxlayıb gəlirəm, paltarları sərirəm, yenidən maşına paltarları atıram, gedib işlərimi görürəm. Çox yığılıb qalmışdı. Həmişə hamıdan eşitdiyim bir söz var ki, heyf deyil işləmək, yaxşısın sən edirsən, işləyirsən, evdə oturmaq pisdir, bütün günü ev işləri görürsən, ondan sonra işləmək yaxşıdır. Həmişə bu fikirlərlə rastlaşıram, ancaq ki, deyim ki, evdə oturanda da düzdür ev işi görürsən, özün istəyəndə özünə istirahət verirsən, istədiyin vaxtı yatırsan, dincəlirsən, ancaq ki, işləyəndə 51 saatda işdə olmalısan, az da yatsan, çox da yatsan, səhər məsəl üçün vaxtında durub işə getməlisən. Fərqi yoxdur onun. Gəlirsən yenə də evdə o dediyiniz ki, evdə olan işləri, yenə də o işləri sən görürsən. Yəni bunun bir fərqi yoxdur. Sadəcə olaraq fərqi odur ki, sən əlavə pul qazanırsan. Mən tələbə vaxtımdan başlamışam işləməyə. Universitetin 3-cü kursundan başladım işləməyə. 20 yaşım var idi, subay idim. Hələ də eyni iş yerində işləyirəm. Mənim iş yerim biraz daha fərqli idi. Yaradıcı olmaq lazımdı. Öz işimi inkişaf elətdirməliydim. Bunların ailə həyatı hamısı bir yerdə mənim üçün çox çətin oldu. Ancaq bəzi işlər var ki, orada özünü inkişaf elətdirməyə ehtiyacı yoxdur. Hansısa bir kompüter sistemidir, bir ofis sistemidir. Gətir-götürlə məşğul olursan, yəni orada öyrənməyə, özünü inkişaf elətdirməyə, özünü sübut eləməyə ehtiyac olmur. Elə işlərdə asan ola bilər, ancaq mən beynimi yorurdum işlə bağlı, həm də evimlə bağlı. Bəlkə də düşünürəm ki, ona görə mən artıq yorulmuşam, işləmək istəmirəm. Maddi ehtiyaca görə hamımız işləyirik təbii ki. Gözə elə insanlar var ki, maddi baxımdan ehtiyacı yoxdur, kefindən işləmək istəyir. Onlar mənə çatmır. Əgər pulun varsa, geyin, əylən, gəz, dincəl, nəyə görəsə gedib işləyəsən, hardasa kiminsə nə bilim sözünü, söhbətini, minnətini, hansı bir negativ aurasını götürəsən, bu şeylər doğrudan da mənə çatmır. Ancaq bəzi xanımlar artıq indi ali təhsillidən çox evdar olan xanımlar daha çox işləmək istəyir. Siz necə düşünürsünüz? Evdə oturmaq yaxşıdır, yoxsa işləmək? Daha çox evdar xanımlar işləmək istəyir. Səbəbi çoxdur. Eləsi var ki, səbəbi odur ki, evdə söz-söhbətdən, gərginlikdən qaçır. Yəni evdə nə qədər çalışsa da, evdə qaynana dırdır eləyir, ya əri əsəbi olur. Evdəki o gərginlik atmosferdən yorulur, istəyir ki, evdən uzaqlaşsın. Digər bir səbəb də odur ki, evdə qulluqçu kimi görülmək. Paltar yuyub bitirdik. Gedib İbrahim paltar yanmasına təzədən qoşub 20 dəqiqə bitirdi, pərdən atacaqdı. Dəyişətdir uşaq. Tetik rejimə qoymamışam ki, yəqin əl vurmazlar. Bütün günü deyib təzədən play verib, başlayın yürüyün paltarı. Tam vaxt itirdim. Dedim, hava gün olmuşkən paltarları yuymadım çölə qurusun. Təmiz havada olmağa başqadır da, gün işığı dəyməyə başqa. Çox qadın evdə uşağa baxan, ər üçün çalışan, qohum gələndə süfrə açan, bu kimi xidmətlər göstərən, nə bilim, xidmətçi kimi görürlər. Elə qadınların da xətrinə dəyir, qəlbinə dəyir, özünü lazımsız hiss edir, elə bilir ki, evdə bir dəyəri yoxdur, ancaq özünü qulluqçu kimi hiss edir. Və çox xanımın yaralı yeri, evdə ər arvada pul vermir. Pul o zaman verilir ki, ya uşağa nəsə lazım olanda almaq üçün, ya da ki, evə nəsə almaq lazım olanda verilir. Qadın
özünə bir şey almaq istəyəndə, pul istəyəndə lazımdırmı sualı ilə qarşılaşır. Ona görə də həvəsi olmur, özünə baxmır, baxımsız olur. Bir gündən bir divanın altını çəkib toz soranlayıram. Hər dəfə də bax belə şeylər, kağızlar, hər şey çıxır. Turbuçka, dəyişətdirlər bu uşaqlar, salfetka, hər şey çıxır da buradan. Elə bil ki, sirlər xəzinəsidir bura. Nə axtarsan var burada. Ona görə də deyir ki, gedim işləyim, istədiyim kimi pulu xərcləyim. Bəs sizcə bir ailədə belə söhbətlər doğrudurmu? Sənin pulun, mənim pulum söhbətləri doğrudurmu? Biz evlənən gündən mən hələ bir dəfə yadıma gəlmir ki, maaşımı bütöv şəkildə alım, özüm xərcləyim. Həmişə mənim, yəni ki, pullarımız ortaq olubdu. Heç vaxt deməmişəm, mənim pulumdur, özüm istədiyim kimi xərcləməliyəm, özüm falan şey alacağam. Problemlərimizi həmişə həll eləmişik. Ümumiyyətlə pul xərcləyim, dağıdım sağa, sola, o şeylərə düşkün adam deyiləm. Yəni əvvəldən elə olmuşam. Düzdür, bu çox ailədə belədir. İndiki gənc ailələrin hamısı demək olar ki, çoxsu belədir. 90% belədir. Bir-birlərinə dəstək olurlar. Çünki dəstək olmasaq mümkün deyil. Hər şey baha, insanda yaşamaq istəyir təbii ki. Yəni demək istədiyim odur ki, baxımlı xanım hər yerdə özünə baxır, o sözsüz. Ancaq işləməklə özünə baxmaq olmur. Deyirlər bütün günü iş, elə bilirsən asandır evdə oturmaq. Xeyr, işləyəndə də çətindir. Çünki evin işini yenə sən özün görürsən. İki qat işin artır. Həm çöldə işləyirsən, həm də evdə işləyirsən. Həm çöldəkilərin sözünü götürürsən, həm də evdəkilərin sözünü götürürsən. Yəni heç bir şey dəyişmir. Sadəcə olaraq ona görə məcbur insan işləyə bilər. Siz bu haqqda nə düşünürsünüz? Fikirlərinizi şərhdə yazın. Qırıq olmayanları saxlayar, qırılanları atar. Bu qırıldı. Sili traktör qırıqdır. Bu nədir? Bu qırıqdır, onu atıram. Avtobus qırıqdır, evi tasarlanmayana sonra baxıram ki, Rahimin çox oyuncaqları, yəni qırıqdır, ancaq ortalıqda evi tör-töküntülü göstərir. Çox oyuncaqların yığıb atmışam. Bunlar qalmışdı çünki maşın həvəskarıdır, ancaq bizə maşın aldırır. Bütün günü bunlarla oynayır. Çox vaxtıdır ki, çox maşın qırılıb, təkərin qırıb, nə bilim nəsə olubdu da, axırı ki, qırıqdır. Onları seçmək vaxtıdır. Bir yerdə Rahimlə belə oyuncaqlarını seçirəm, amma hələ qoymuşam qırağa ki, atmağa bilmirəm, atım ya yox deyirəm, birdən ağlayar, istəyər maşınlarını. Koridorda saxlayıram hələ ki, bir-iki gün qalsın, sonra götürüb atacağam. Burada isə uşağın oyuncağına girişmişəm. Orada fil figurunu yığıram, puzzle kimidir. Bilirəm, heç bunun yeri deyil, ancaq uşaq kimi özümü saxlaya bilmirəm. Figur yığıram. Bilirəm, sırazı əlinə alan kimi bu figuru dağıdacaq, ancaq mən həvəslə yığıram. Demək olar ki, işlərimin çoxsunu görmüşəm. Səhər yeməyimi yedim, dayanmadan təmiz yoruldum bu işləri görüncə. Rahimcik. Pəncərədə silirəm, çünki bu ara çox yağış yağdı. Pəncərənin şüşəsi palçıqlı ləkə idi. İndi bilmirəm, bundan sonra yağan yağış yəqin ki, palçıqlı olmaz. Yaydan sonra yağış yağanda biraz palçıqlı olur havanın, yəni tozuna görə. Gördüm, çox pis görsənir. Dedim, yaxsa da siləcəm, təmiz olsun. Ebi yoxdur. Yenə də yağış yağanda yenə də çirklənsə ebi yoxdur, amma çox palçıq görsənirdi də. Yəni ona görə sildim. Düzdür, dərindən belə silmirəm. Yəni xüsusi şampunla falan eləmədim. Sadəcə olaraq o palçığı aparmaq üçün palçığını yudum, sildim. Yəni kəsiz görsənsin deyə. Dayanmadan bütün işlərimi gördüm. Yavaş-yavaş yekunlaşdırıram. Demək olar ki, heç dayanıb bir stəkan çay da içmədim. Elə dedim ki, axşam olmamış tez bitirim ki, rahat oturum, bir dəfəlik dayansam, qalxıb işlərimi görə bilməyəcəm. Çox çünki yorulmuşdum. Həm pərdəni çıxartmaq, həm pəncərələri silmək, həm evin dib köşəti tozunu almaq, hamısı məni yordu təmiz. Burada da koridorda toz saranlayıb son işlərimi bitirirəm. Gördüm, pərdə yuyulubdu. Mən pərdəni çöldə qurutmuram. Gətirib həmişə belə taxıram. Nə də ütüləmirəm.
Paltarı yan maşına çıxartıb birbaşa asanda nə qırışı qalır. Pəncərəni də açıq qoyuram, quruyur belə. Bu evdə də ki, köçəcəm deyə o niyyətə görə heç bir şey almıram ev üçün. Pərdələrim də belə elə qısadır. Ona görə də heç nə almağa əlim gəlmir. Elə nə görsəm deyirəm təzə ev üçün alacağam. Hədə ki, buradayıq, idarə edirik bunlarla. Burada da Rahim mənə imkan vermir. Ora pləkinə çıxıram deyirəm, amma qorxma buradayam. Özüm də ondan qorxuram ki, birdən yıxılar. Nəhayət ki, işlərim bitdi. Yekunlaşdırdım. Bitirdim üzə. Burada da Laplandiyanı qoymuşam, ona baxıram. Arada baxıram. Pərdələrim qəşəng oldu. Qəşəng də iyi gəlir. Vlogumu burada yekunlaşdırıram. Kanalıma abunə olmağı unutmayın. Növbəti vloglarda görüşərik. Başqa pərdə almaq istəmirəm. Bu mənim cehizli pərdəmdir. Bu evdən köçməyimizə az qalıb inşallah. Ona görə də bu evi içinə almıram. Allah qoysun köçəcəyik. Axşamdır, işlərimi qutardım. Pəncərəyə qədər sildim. Daha bax, inşallah ki yağmaz. Sadəcələr çox palçıq idi pəncərə. Ona görə sildim. Yəqin ki yenə batacaq yağış yağını, yəqin ki yenə palçıq olar. Amma çox pis görsəmdir, buna görə sildim. Şu axşamda heç bir şey edəməyəcəm. Gedirəm yemək yiyim, acımdan ölürəm səhər. Yediğim üstündəyəm. Dayanmadan iş görmüşəm. Çox şey çəkməmişəm də burada. O çəksəm, nə qədər olur yerlərdə. Vaxt itirirəm amma. Yemək yiyim, qalan işlərimi də sabah görəcəm, sabah çəkəcəm vlogda.